Herkese salam, kanalımıza ve videomuza hoş geldiniz hanımlar. Ben bugün bu videonu çəkirəm. Bugün bazar günüdür. Siz bugün bacıma etdiyim kışkırtma videosunu izləyirsiniz. Mənə desənizə, nə kışkırtmadır sən çəkmisən? Nə kışkırtmadır etmisən? Düzü bacım o qədər inanmadı. Çünki mən hər dəfə bir bacıma yox, yoldaşıma, uşaqlara, hər kəsə deyirəm, ekonomiya ilə iş görək. Yuxarıda məsələ heç kim yoxdursa, məsəl burada, heç kim yoxdursa, işıqları söndürək, artıq suyu axıtmayaq, boşdan boşa qazı istifadə etməyək. Yəni, qıtımçılanmı deyim, ekonomisənmi deyim, bilmirəm. Yəni ki, mən hər dəfə ekonomiya ilə edək deyirdim. Gülə-gülə danışanda bu qız inanmadı ki, mən ciddi olaraq deyirəm hər şeyi. Amma video çəkdiyimi düzü bilmirdi. Video çəkdiyimi axırda bildi. Deyəndən sonra, video söndürəndən sonra da yaxşıca əzdi. Ondan sonra vardı, getdi işinə. Nəysə, bu qaldı bir kənarı. Nəyə görə ekonomiya iş görək deyirəm? Çünki mən 2 ay idi, nə əziyyət çəkdim, onu bir Allah bilir, bir özüm bilirəm. Çünki ev eşik tapa bilmirdim. Bəzən videolar çəkə bildim, paylaşım etdim, bəzən edə bilmədim sizlər üçün. Bir Allah bilirdi, mən nə əziyyət çəkirdim. Sadəcə Allaha yalvarırdım ki, məni uşaqlarımın yanında utandırma Rəbbim. Çünki bizim yaşadığımız evi alanlar sadəcə bizi gözləyirdi. Hamı getmişdi. Biz ev tapaq, çıxaq, oraya uçursunlar. Elə çıxdıq da, açar verdim də uçurdular. Təmiz uçurublar. Nəysə, elə günlərim var idi Allaha yalvardığım. Hər şey istəyirdim, Allahdan deyirdim ki, mən sadəcə səni tanıyıram Rəbbim. Səndən başqa kimsəyi tanımıram ki, mənə yardım edəsi. Sənsən, sənə də gəldim, mənə kömək elə, balalarım yanında başı aşağı etmə məni. Nə edə bilərəm? Düzü qohumlarımız çoxdur burada. İndi nə qədər də qohum evində oturmaq olar, o da olmur. Hər birimiz bilirik, başımızdan keçib bu ailə həyatı. Nəysə, buruyu mən tutanda Kaminalli addenli idi. Ev yəsinə dedim, sadəcə kişi olaraq tanıyıram da, Uyğur kişidir. Ailəsindən heç kəsi tanımıram. Nə də sağ olsun, bu evə haçarı bizə verəndən də gəlməyibdi. Hələ gəlib deməyib ki, nə edirsiniz, nə inirsiniz, yerləşdiniz, nəsə də bir şey deməyibdi, elə o gedən gedibdi. O nəyi deyəcəkdim, axılımdan da çıxdı. O kişiyə mən söz verdim. Deyirəm, yorulmuşam dedim. Ev gəzməkdən yorulmuşam. Bunu bəyəndim dedim. Amma biraz mənə görə pulu çoxdur deyirəm. Kommunalnisi də addelini yazmışsan. Dedim, biraz skit gələn nə olar? Belə deyəndə mənə dedi ki, onda kirənin içində olsun kommunalni qızım dedi. Sən də dedi, hər şey ekonomiya ilə işlədi. Çünki bizim buralarda kommunalni dəhşət həqiqi çox bahalanıbdır hər şey. Dedim, baş üstə söz verirəm ki, ekonomiya ilə işləyəcəm. İndi ona görə bacım qarşılıqlı, uşaqlar qarşılıqlı, hər kəsə deyirəm, ekonomiya ilə edək. Mən də ekonomiya ilə edək deyirdim deyə, bacım zarfat etdiyimi bilirdi da, indi o qədər də ciddiyə almadığını bilirdi. Nəysə, bu getdi bir kənarı. Mənə desənizə, nə gözəl başını çalmışsan, Nərgiz. Lap Axıska türklərinə oxşayıram, deyilmi qızlar? Axıska türklər kimi örtmüşəm başımı. Lap hanımcıq olmuşam, öz-özümü də övüm biraz. Eləmi. İndi gedək, işimizi, gücümüzü görək. Bugün nə edəcəm? Bugün sıradan sadə günlərimizdən biri olacaqdır. İndi gedəsiyəm Avaşinoya. Biraz göy-göyərti alacağım. Axşam qatıq aldım yoldaşımın qoxumundan. Qəşəng də qatıq çalır. Qazaxıstanda, deməyim, Almatada yaşayan, məni izləyən izləyicilərim Nəriminə mamadan gedib qatıq alarsınız. Bilirsiniz, Nəriminə də kimdir? Məndən yaxşı tanıyırsınız buranın izləyiciləri. Həqiqi çox gözəl, dadlı, elə bir ki, camış qatığı, elə bir qəşəng qatığı idi. Çox bəyəndim, əllərinə sağlıq, o da süd alıb, deyəsən evində çalır, mayalayır, ondan sonra da ki, gətirir, satır. Mən də zakaz etdim, 3 litr zakaz etdim, keşke 5 litr edərdim. 1 litri elə uşaqlardı, yoldaşım da yedi. Yoldaşım ağartıları çox xoşlayır. İndi nə istəyirəm bilirsinizmi? Doğğa pişirəcəm gətirib.
gətirib doğğa pişirəcəm. Göy almışam, biraz azlıq eləyir. İndi gəlib göy almaq istəyirəm. Ondan sonradakı doğğamızı edərik. Günümüzün axarına baxarıq. Ondan mağazinə gedirəm. Bugün elə gözəl, elə qəşəng hava var. İnsanın gəzməyə gəlir. İnsanın gəzməyə gəlir. Amma vaxt yoxdur. Yaylığımıza belə atım. Həqiqi çox gözəl gün var. Dedim, göyərtimizi alaq. Bugün sakitçilikdə maşınlar az gedir. Göyərtimizi alaq, doğğamızı pişirək. Ondan sonra xırda-para olan işlərimizi görərik. Samolyot gələndə heç cürə çəkiş edə bilmirəm. Düz başımızın üstündən keçir. Allah hər kəsin yolunu açıq etsin, rahat qonmaq nəsib etsin. Bütün uçan samolyotlar artıq səsini eşidirsiniz. Spanaq aldım, gətirdim, yudum, təmizlədim. Belə bu cür qaynar suya qoydum. Bunu mənə mamam örgədib. Döyğüyə deyir, spanaq tökürsənsə də qaynar suda biraz saxla, bu yaşıl suyu çıxsın. Yoxsa döyğüyə rəng verir. Döyğənin rəngi qəşəng alınmır. Mən də anamın dediyi kimi etmişəm. Hər dəfə də belə edirəm. Sadəcə göyərti olaraq spanağı edirəm belə. Amma digər göyərtiləri elə etmirəm. Nəsə, spanaq burada dursun, biraz da dursun, süzəcəm. Burada biraz göyərtimiz var. Çox göyərti tökmürəm. Yəni ki, qatığımız da azdır. Bir qona yenə kinza var. Kinzaya bizim dildə nə deyilir? Kişiniş. Bir qona kinzamız var, belə deyim. Azlıq olsa onu da vuraram. Qatığımız da ki, baxın, budur. Bir balonlu istifadə etdik. Bu 2 litrlikdir, qəşəng qatıqdır. Gətirim biraz bu üzünün qaymaq hissəsindən götürüm. Ondan sonra döyğüyə pişirərik. Bunun daş kimikdir. Qoyun boşqaf gətirim. Hər kəs yiyibdir qatıq bir məndən başqa. Yəni mən yemişəm, nətər məndən başqa. Tam yeməmişəm də, indi belə də deyim. Sadəcə dadına baxmışam. Şirinliyinə baxmışam. Beh. Nə də gözəldir, yağlı, daş kimik qatıqdır. Həqiqi çox gözəldir. İndi bu qədər də övmək deməyək, amma həqiqi əllərinə sağlıq olsun. Çox gözəldir. Demin, qaymağını götürdün, yedin, bəs döyğada yağ, özünün yağı bəs edəcək. Bunu mən nüş edərəm. Gətirim indi bunu mikserlə qəşəng çırpım. Ondan sonra döyğamızı asaq, pişirək. Bu da artıq hazır oldu demək olar.
Bir də belə göstərim. Mən nə vurdum, nə tər edirəm. Qatığı tökdüm, ondan sonra qaşıq yarım un vurdum. İndi biz tərəfdə un vurulur, amma siz vurursunuzmu onu bilmirəm. Bir dənə yumurta sarısı vurdum. Ağı da var, amma çox azdır. Toxumlarını da götürmüşəm yumurtanın. İndi gətirib mikserlə qəşəng çırpacam açılanatan. Ondan sonra suyunu töküb, göyərtisini töküb, asacam inşallah qazın üstünə. Bir də xanımlar, qazanıma söz atmayın. Qazanımın qırağı belə qaralıbdır. Çünki suyun ləkəsidir. Bayramda mən aş dəmləmişdim bu qazanda. Suyunu qoymuşdum. Ona görə də ki, belə qaralıbdır. Belə su qaralıdan qazanların içərisini nə ilə ağartmaq olar? Mən qazan təmizləyici var, yağ çözücü. Onunla eləmişdim, daha da betər oldu. Alüminium qazanlara deyəsən olmur o. Belə çoğun qazanlara yaxşı olur. Nəysə, bunun da çarəsinə baxarıq. Bir fikriniz varsa da deyərsiniz nə ilə ağardım. Ağardıram gərək simlə, bərt sürtəm. Sim də cızır qazanları. İndi gətirim çırpım. Biraz da doğallığımızdan danışaq da mı? Çırpım, ondan sonra döyğamızı asaq, pişirək. Çırpdım. Baxın, nə gözəl açıldı. Mikser ən hasant yöntəmdir. Qatıqdır, süzmədir, çırpmaqdır, yəni açılmağında. Əvvəllər elə yadıma düşürdü ki, mamam döyğə pişirəndə qazanın içinə aş düzəni qoyurdu. Aş düzənə qatığı tökürdü. Mənim də əlimə verirdi bir qab suyu, az deyir, o sudan tök. Mamam da belə aş düzəndə qatığı həriyə əlindən edirdi. Bütün kifirdimi, qatıqdımı, yəni ki, qatığı elə açardı. İndi mikserin canı sağ olsun, tez bazar işimiz həll olur. Gətirim göyünü göyərtisini də vurum, artıq asım. Özümə çay süzdüm, çaysız olmur. Həm çayımı içirəm, həm də ki, doğğamı pişirirəm. İndi bu pişənətən belə bu cür oxolo ilə qarışdıracam. Bizdə belədir. Biz belə görüb götürmüşük. Artıq görünür ki, nə buğulanmaya başlayıbdır. Göyərtinin rəngi də çevrildi. Biraz qaynasın, düysü pişsin. Mən düyünü göstərmədim, deyil mi? Siz vurursunuzmu bilmirəm. Mən yarım stəkan düyü də vurdum buna. Düysü pişənətən də qaynaya biraz da qarışdıracağım. Ondan sonra soyana yaxın da sarımsağınla duzunu vuracağım. Həm çayımı içirəm, həm döyğamı pişirirəm, həm də ki, sizdən gələn yorumları oxuyuram, xanımlar. Bugün paylaşdığım videonun başlığında da qeyd etmişdim ki, bugün qışqırtma videosu paylaşmışdım. Yəni, bugün bazar günüdür. O videoya gələn yorumları oxuyuram. Sağ olun, Allah hər birinizdən dönə-dönə razı olsun, üzünüzü güldürsün. Bəzi xanımlar var, bəyənməyənlər də var, bəyənənlər də var. Sağ olsun, indi hər kəs bəyənmək məcburiyyətində deyil, elə bir qayda qanun da yoxdur. Hər kəs gözəl yorum yazmaq məcburiyyətində də deyil, elə də qayda qanunu yoxdur. Hamı öz fikrini yazır. Bu, sosial şəbəkə dediyimiz yer hamıya açıq olan bir yerdir. Pis yazanları da silmirəm. Yəni, pis deyən şey də yazılmır. Yəni, sadəcə mənə maraqlı olmadı deyənlər də var. Heç pis niyyətlə yazanlar heç kim yoxdur. Şükür Allaha.
Elə yorumları da silmirəm. Axır vaxtı fikir verirsinizmi? Mənfi gələn rəyləri də silmirəm. Çünki o rəylər də məni keşfiyyətə yaxın etmiş olur. Mən sildikcə yorumları, mən daha da geridə qalmış oluram. Ona görə mənfi yazanlar da sağ olsun, gözəl, mənəvi yazanlar da sağ olsun. Hər kəsə sayğı ilə, hörmətlə yanaşıram. İndi bəzi xanımlar da deyir, zarafatı insan, yox, gerçəyi insan zarafatla da deyir. Onu düz deyirlər, yəni gerçəyi zarafatla deyirlər deyəndə. Amma mən həqiqi də zarafat eləyirdim. Yalanı yoxdur. Yalan deyənmərəm, Allahın altında yaşayıram. Mən yoldaşım qarışıq, körpələrim qarışıq, bacım qarışıq, hər kəsə deyirəm, ekonomiya edək. Bundan o biri evdə yaşayanda, o bir otaqlı evdə yaşayanda heç vaxt deməmişəm ki, ekonomiya edək. Çünki orada da pulu belə kommunalni şıxdı, qazdı, nə bu suların gələn bu kommunalniyi verirdi, yolda evin sahibi verirdi. Amma o mənə deməmişdi ki, ekonomiya ilə edin. Yəni də mən evdə tək qalan vaxtı edirdim. İndi oruçluq ayında idik. Mən çox əziyyətlə ev tapdım. İnandığımız Allaha and olsun. İndi siz izləyicisiniz, bəlkə o qədər bilmirsiniz. Amma mən nələr yaşadım, məni kimi insanlar bilir. Çox əziyyət çəkdim. Heç bir evlə razılaşa bilmirdim, ısına bilmirdim. Çox baha idi, çox şəraətsiz evlər idi. Dizlərim bükülürdü, inanırsınızmı? Günlərim olubdu ki, nə? Gecə hər kəsdən öncə başım ağrıb deyib, barxanamın içinə girirdim, yorğanı başıma çəkib, oturub uşaq kimi ağlayıb Allaha yalvarırdım ki, məni balalarımın yanında utandırmayın, ya Rəbbim, səni tanıyıram, sən özün kömək ol. Deyirdim. İndi gəlib mən oruçluq ayında bunu tapdım, ağzım da oruçuydu. Mən xahiş elədim ev sahibindən ki, skitq eləyinə. O da dedi ki, içində olsun kommunalini də kirənin, amma ekonomiya ilə istifadə edin qızım. Mən də ki, dedim baş üstə. Söz vermişəm, heç vaxt sözümə yalan çıxmayayım deyə hər kəsə deyirəm, bir bacıma yox, hər kəsə deyirəm. Bacım mənim canımdır, ciyərimdir, ana yarımdır. Biz gün axşamı həncər zarafat edirik. İnanın ki, yanımızda olsaq, həqiqi çox gülərsiniz ki, bunlar nə biri-birinə başa düşən, nə zarafatçıl, nə deyib gülən iki bacıdır. Allah bacılarınızın canını sağ eləsin. İçində də mənimkini. Biz gerçək həyatda elə deyib gülən insanlarıq. Can mama. Qadan alım, ədə. Sənə qurban olum, ədə. Mənə yox, Aliyadır. Oy, sizi verən Allaha qurban olum, ədə. Ay bəcəyim, o güzgü kim qoyur, oradan götüründən gördü gözüm. Can mama. Əlləriniz, qollarınız var olsun. Ədə, sizi kimi körpələrin canı sağ olsun. Bütün sizin simanızda bütün anaların körpələrinin canı sağ olsun. Nə gözəldilər, ay Allah. Ay Allah, nur üzdü balalar veribsə mənə çox şükür, ay Allah. Qadan da salım, gəlin öpüm. İkinizi də öpüm. Öpüm. Sizə verənə qurban. Sizə verənə qurban. Sizə qurban. Vay mənim civcivim. Ay mənim civcivim. Suya qoyarıq, yaxşı mı? Səni özün götürürsün. Suya qoyarıq, durar. Az qalıbdır, pişirirəm doyğada. Qazana çox yaxınlaşmır, dönər üstünə töklər. Oldu mu? İsti qazan, isti sudur. Belə dolu olanda yaxınlaşmır. Ay, o biləsən, nə böyle süt tökdün? Örgənmək mi istəyirsən? 2 litr rahatlıq tökdüm. Aranı dur, biraz mən qopurum, aranı dur. Get, biraz çöldə oynayla Alina. Sərinlikdir də gözəldir hava. Ay, sana qurban olum, ay mənim ömrüm deyir. Ayaqlarını ağrır, gəl otur onda. Sana qalma, oraya buraya getirdim. Gəl otur onda. Artıq pişibdə biraz soğuyana tam qarışdıram. Ondan sonra hazır olacaq. Döyğamız artıq hazır oldu. Sarımsağını, duzunu vurdum. Altını da söndürmüşəm. Belə bu cür alındı. Göz haqqınızı halal edin, xanımlar. Allah evinizdən ruzi, bərəkət, süfrənizdən hər zaman bərəkət yağdırsın. İnşallah. Döyğamız artıq hazır oldu.
İndi mən gətirim ortalığı biraz səliqə səhmana salım. Burada qazanların içində az-az yemək var, onu götürüm. Boşqava yerləşdirim. Uşaqlar yeyər, qazanlarımı da yuyarım. Buraları da təmizləyim, bəyək buladıqlarımdır. Bunu buradan götürək. Bu da yüyləsidir. Bir videonun da axırına gəlib çatmış olduq xanımlar. Mən elə fikirləşirəm ki, çox çəkmişəm. İndi montaj edəndə baxarıq, görərik nə qədər çəkmişəm. İnşallah çox çəkmişəm. Videomu güllərimlə, çiçəklərimlə, nazlarımla, qızlarımla sonlandırmaq istədim. Baxın, gözəlliyə baxın, gönlünüz açılsın biraz. Üzünüz gülsün biraz. Həyatınız gül çiçək kimi gözəl olsun. Artıq axşamdır. Körpələrimi yedizdirim. Dövğamız da hazırdır. Videomu burada sonlandırım. Ondan sonra xırda para olan işlərimi görüm. Gələn videoda görüşmək diləyilə.